حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلات آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلات قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي إن القرآن لنور يتفجر في جنباتي يرفعني عند مليك الخلق لأعلى الدرجات إن القرآن لنور يتفجر في جنباتي يرفعني عند مليك الخلق لأعلى الدرجات. بسم الله الرحمن الرحيم. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Salam əziz Vilayət TV-nin izləyiciləri və iştirakçıları, xoş gördük sizləri bu mübarək Ramazan ayında Furqan verilişində. Bilirsiniz ki, Qur'anın bir neçə adları vardır. O adlardan biri kitab, biri zikir, biri Qur'an, biri də Furqandır. Furqan yəni haqqı batildən ayıran, Qur'an haqqı batildən ayıran bir müqəddəs və səmavi bir kitabdır. Qur'an tilavəti haqqında danışırdıq və tilavətin haqqı haqqında danışırdıq. Ümumiyyətlə, bu Ramazan ayı Qur'anın baharıdır. Biz gərək Qur'an barəsində danışaq və Qur'anın əhəmiyyəti, Qur'anın nur olduğunu və Qur'anın əhəmiyyətli bir kitab olduğunu və bizi saadətə çatdıran bir kitab olduğunu özümüzə və millətimizə çatdırıq. Yenidən dəvət etmişik Qur'an barəsində bizi dəqiq məlumatlandırmaq üçün Hüccət İslam vəl Müslimin Ustad Musa Hüseynlini. Salam Ustad, xoş gördük sizləri bu gözəl məkanda və gözəl zamanda. Aleykum salam və rəhmətullah Sərvər müəllim. Mən də sizi və dəyərli izləyiciləri salamlayıram. Hər vaxtınız xeyirli olsun. Allah Taala bütün ibadətlərinizi, məxsusən oruçlarınızı qəbul eləsin və hər birimizi həqiqi oruç tutanlardan qərar versin inşallah. Ustad, biz keçən verilişimizdə Qur'anın əhəmiyyəti barəsində danışdıq və Qur'anın bir neçə əhəmiyyətini siz qeyd elədiniz və mühüm əhəmiyyətlərini qeyd etdiniz və Qur'anın qiraəti ilə tilavətinin fərqini bəyan etdiniz və bu yerə gəldik çıxdıq ki, bir hədis qeyd edəcəkdiniz ki, o hədisdə mühüm tilavət haqqında bizi məlumatlandıracaqdınız. Burada verilişimizin vaxtı çatmadığına görə yarımçılıq qaldı. Bax, sizdən xahiş edirəm ki, o hədisi bizlərə bəyan edərsiniz. Baş üstə. Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Rabbi şrahli sadri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqahu qavli. Keçən verilişdə Bəqərə surəsinin 121-ci ayəsinə görə qeyd elədik ki, kitab verilən şəxslərdən bir sırası tilavətin haqqını əda eləyirlər. Onlar həqiqi kitabı oxuyanlardır. Kitabı oxuyaraq onun haqqını əda eləyənlərdir. Və bu barədə İmam Sadiq əleyhissalamdan bir hədis nəql olunur ki, bu haqqı necə əda eləmək olar, necə yerinə yetirmək olar və həqiqi Quran oxuyanlar kimlərdir? İmam Sadiq əleyhissalamdan nəql olunan bu hədisdə həmin ayə barədə ki, "Əllezîne ətəynâhumul kitâbe yetlûnehu haqqa tilavəti." Kitab verilən şəxslər onu layiqincə tilavət eləyirlər, onu layiqincə oxuyurlar və oxumağın haqqını əda eləyirlər. Müxtəlif ibarələrlə nəql olunub bu hədislər. Bəzilərində 8 xüsusiyyət, bəzilərində 9 xüsusiyyət və xırda bir ibarə fərqləri var. Və bildiyiniz kimi bunlar da imamlardan bu sözləri nəql eləyən o ravilərin bəzən xətası üzündən onların nəql etmədə olan xətalarına görədir bu fərqliliklər. Və bəzən də elə müxtəlif ibarələr bir-birini tamamlayır. tamamladığına görə müxtəlif ibarələrlə gəlib. Bu barədə də
bir neçə nəqillər var, amma təqribən məzmun eynidir. Birinci İmam Sadiq əleyhissalam buyurur ki, yurattiluna ayati. Bu xüsusiyyətlər barədə biz növbəti verilişlərdə daha ətraflı danışacağıq. Bu verilişdə sadəcə istəyirəm bu hədisi oxuyaq, tərcümə eləyək və bu hədis barədə bir önəmli mövzu barədə danışaq. Birinci budur ki, onlar tərtillə Quranın ayələrini oxuyarlar. Tələsmədən və onun sonuna çatmağı düşünmədən bu barədə geniş danışacaq. Yəni gözəl oxumağa da işarətdir. Bəli. Və yətəfəhhəmunə məaniyyəhu. Onun mənasını başa düşməyə çalışarlar. Və yə'məlunə bi əhkami. Onun hökmlərinə, göstərişlərinə əməl edərlər. Və yərcunə və'dəhu. Onun vədələrinə ümidvar olarlar və yaxşəvnə əzabəhu. Onun verdiyi o əzab vədələrindən qorxarlar. Və yətəməssəlunə qisəsəhu. Onun dastanlarından ibrət alarlar. Və yətəbərunə əmsaləhu. O Quran-ı Kərimdə çəkilən o misallardan dərs alarlar. Və yətunə əvamirəhu. Allah Quran-ı Kərimdə o bəyan etdiyi əmrlərə itaət eləyərlər və yəctənibunə nəvahiyəhu. Yəni Allahın o qadağalarından da çəkinərlər. Və sonra ardınca İmam Sadiq əleyhissalam buyurur ki, mə huvə vəllahi bi hifsi ayətihi və sərdi hurufihi. Bu haqqı yerinə yetirmək, İmam Sadiq əleyhissalam and içir ki, onun ayələrini hifz eləməklə deyil, onun ardıcıl o hərflərini ardıcıl oxumaqla deyil, onun surələrini oxumaqla deyil və cüzlərini, hizblərini, ayənin nömrələrini, bu kimi şeyləri əzbərləməklə, bilməklə deyil. Bəziləri İmam Sadiq əleyhissalam buyurdu ki, həfizu hurufəhu və əzau hududəhu. Onun hərflərini əzbərlədilər, amma hədlərini zay etdilər. Və innəmə huvə tədəbburu ayati. Sonda İmam Sadiq əleyhissalam buyurur ki, həqiqətən tilavət haqqını yerinə yetirmək, onun ayələri barədə tədəbbür etməkdir. Tədəbbür Qurana məxsus olan bir istilahdır, bir terminoloji, bir terminologiyadır ki, inşallah bu gün bu verilişdə bu barədə danışacağıq. Yəqulullahu Teala. Sonra İmam Sadiq əleyhissalam ki, qeyd eləyir, tilavətin haqqını yerinə yetirmək, onun ayələri barədə tədəbbür eləməkdir. Bu barədə sözünə şahid olaraq bu ayəni gətirir. Kitabun ənzəlnahu iləykə mübarəkun liyyəddəbbəru əyətihi. Biz bu mübarək, xeyir, bərəkətlə dolu olan bu kitabı nazil etdik ki, onun ayələri barədə tədəbbür eləsinlər. Bu ayədə Quranın nazil olma hədəfi bəyan olunur. Allah Teala vurğulayır ki, biz bu Quranı nazil elədik ki, onun ayələri barədə tədəbbür eləsinlər. Düzdür ki, Quran-ı Kərimin tilavətinin haqqını ən kamil şəkildə yerinə yetirənlər məsum imamlardır, peyğəmbər və imamlardır və bu barədə hədis də var ki, məqsəd bunlardır. Bəli, bunlar kamil nümunələridir, amma bizim üçün də hər bir şəxs öz həddində bu haqlara riayət eləməlidir və riayət oluna bilər və İmam Sadiq əleyhissalam bu hədisindən elə bizdən istəyir ki, biz bu haqqa riayət eləyək. Bir məsələni mən burada mötərizə arasında Sərvər müəllim qeyd eləyim. Bəzən belə bir yanlış düşüncə var ki, bəzi o məsələlər imamlara məxsusdur, onlara aiddir. Halbuki bu çox böyük yanlış bir düşüncədir. Onlar elə gəliblər, imamın elə mənası budur. İmam yəni o yol göstərən, öndər, o qabaqda gedən. Həqiqi müəllim. Bəli, onlar elə imamdılar ki, biz də gələk məmum olaq. Yəni onlara iqtida eləyək, onların ardınca gedək. Əgər biz bu şeylər bizim qüdrətimizdən kənar olsaydı, onlar ümumiyyətcə dinimiz və imamlarımızın bu formada tövsiyələri olmazdı. Həm də bu Quran ayələrinə ziddir bu fikir.
Siz qeyd etdiniz keçən verilişdə ki, bu hudan linnasdır. Əgər Qur'ana bütün bəşəriyyətə hidayət eləməsə, onda bəs nəyə lazım? Onda Və mənə bir lazım deyil. tərəfdən deyə Quran-ı Bəli. Kərim gəlib bizi hidayət eləsin, Bəli. bir tərəfdən də deyə biz bunları Eləyə bilmərik, gücümüz bəli, çatmaz. nə istəyir onları Bəli, gözəl yerinə yetirə vurğuladınız. bilmərik. Hər kəs öz həddində, hər kəs la tukallifu nəfsən illə vus'aha. Bəli. Hər kəs öz həddində. Deməli bu hədisə əsasən, bu rəvayətə əsasən məxsusən son hissəsində qısa olaraq demək istəsək, Quran tilavətinin haqqı onun ayələri barədə tədəbbür etməkdir. Elə biz keçən verilişdə yadınızda olsa qeyd elədik ki, qiraətlə tilavətin fərqi var. Əllədinə ətəynəhumul kitəbə yətlunehu haqqa tilavəti. Elə bu ayənin özündə də yatır bu məsələ ki, o tilavət, yəni tədəbbürlə yanaşı olan qiraətdir, oxumaqdır və bu hədisin də sonunda qısa olaraq xülasəsini biz bəyan eləmək istəsək və qapalı olaraq danışsaq, Quran haqqının, Quran oxumağın, Quran tilavətinin haqqı, yəni tədəbbür eləməkdir. Tədəbbür nədir bu hədisə əsasən? Həmin bu qeyd olunan məsələlərdir. Onların bəzisi tədəbbürdən öncə lazım olan məsələlərdir. Məsələn, oxumaq, mənasını başa düşmək. Bəziləri də tədəbbürün nəticələridir. Yəni, tədəbbür nəticəsində insan əməl sahibi olmalıdır, vədələrə ümidvar olmalıdır, Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinməlidir. Ona görə qısa olaraq demək istəsək, Quran tilavətinin haqqı budur ki, Quran-ı Kərimin ayələri barədə tədəbbür eləyək. Bugün inşallah vaxtımız çatan həddə istəyirəm tədəbbür barədə danışaq ki, Qurana məxsus bir məsələdir. Quran-ı Kərimdə təkid olunub ki, tədəbbür eləyin və mən o ayələri qeyd eləmişəm, onlara işarə eləyəcəm. İlk olaraq, bir qısa olaraq bu kəlmə barədə məlumat verim. Dəbir maddəsindəndir. Mənası bir şeyin ardı, bir şeyin aqibəti, bir şeyin nəticəsi bu mənadadır lüğətdə. Və 44 dəfə bu maddə ilə olan kəlmələr Quran-ı Kərimdə 44 dəfə təkrar olunub, 44 dəfə gəlibdir, 11 surətdə, 11 formada. Bildiyiniz kimi, ərəb dilində müxtəlif bablar var, müxtəlif formada, kəlmələrin formaları var, hərəsinin özünə görə mənası var. Elə bizim dildə də var, bizim dildə də məsələn, hər hansı bir sözlər feil qalibində gəlir, müxtəlif formalarda gəlir. Quran-ı Kərimdə bu kəlmə 11 formada gəlib və onların 4-ü Quran barədə tədəbbür barəsindədir. Və bu onu göstərir ki, Quran-ı Kərimin bir hikmətli quruluşu var və Allah Taala bizi dəvət eləyir ki, bu ayələrdə tədəbbür eləyin. 4 dənə ayə qeyd elədim ki, tədəbbür barəsindədir. İstəyirəm onları bir-bir oxuyam və bu məsələ barədə danışaq ki, tədəbbür ümumiyyətcə nədir və necə tədəbbür eləyə bilərik Quran barədə. İlk olaraq Nisa surəsinin 82-ci ayəsində Allah Taala buyurur, Bismillahirrahmanirrahim. Əfələ yətədəbbərunəl Qur'an və ləv kənə min indi qeyrillahi ləvəcədu fihi ixtilafən kəthira. Allah Taala birinci olaraq vurğulayır ki, Quran barəsində niyə tədəbbür etmirlər? Və maraqlıdır, Sərvər müəllim, bu feilin qayıdacaq bir zəmiri qeydi yoxdur. Yəni, ümumi olaraq bütün insanlara aiddir. Bəzən, məsələn, bir ayədə bir şey vurğulanır, ondan öncə gələn, məsələn, kafirlərə, münafiqlərə və yaxud möminlərə hər hansı bir dəstəyə aiddir. Bu ayədə vurğulanmayıb, bu hara qayıdır və alimlər bu nəticəni alırlar ki, bu bütün insanlara aiddir. Yəni siyaq bir kəlmə yoxdur da. Yəni siyaq bundan qabaqçına, yəni qayıtmaq bir şey yoxdur. Yəni bundan qabaq bir şey qeyd eləməyib ki, bir kəsin haqqında danışmayıb ki, ona bəli, qayıtsın. ona görə bütün yəni insanlara aiddir. Bəli. Əfələ yətədəbbərunəl Quran. Nəyə görə Quran barəsində tədəbbür eləmirlər?
وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ Əgər o Allahdan qeyrisi tərəfindən olsaydı, şübhəsiz onda çoxlu ziddiyyət tapardılar, ixtilaf tapılardı. Bəli, bu ayə barədə bir neçə nöqtəyə işarə eləmək istəyirəm. Elə birinci qeyd elədiyim məsələdir ki, bunun xüsusi bir qayıdacaq yeri olmadığı üçün bütün insanlara aiddir. Deməli, bütün insanlar, adi insanlar belə, adi insanların düşüncəsi belə Quranı dərk etmək qabiliyyətindədir. Hər bir insan qadirdir ki, Allah hamını çağırır ki, Quran-ı Kərim barədə tədəbbür eləyək. Buna görə də bəzi dəstələr, bəzi qruplar ki var, onların etiqadı budur ki, Quranı yalnız Peyğəmbərin hədisləri vasitəsilə tanımaq olar. Onların yanlış düşüncədə olmaları aydın olur bu məsələdə. Başqa bir məsələ Quranın Allah tərəfindən olması. Bu, Quranın bir möcüzə olmasını da göstərən bir vasitədir. Bu, Allah Teala bəyan eləmək istəyir ki, bu əgər Allah tərəfindən olmasaydı, ixtilaf olardı. Deməli, bu kitab Allah tərəfindəndir və möcüzə olmasını sabit eləyən məsələlərdən də biri budur. Və hər bir şəxs bu barədə tədəbbür eləsə ki, tədəbbürün mənası barədə danışacaq. Mən məna eləmədən məqsədli şəkildə bu ifadəni işlədirəm. Hər kəs tədəbbür eləsə, ləvəcədu, öz vicdanınla tapar bunu. Öz vicdanınla dərk eləyər ki, bu kitabda ixtilaf yoxdur. Bir də bu buna işarə deyil ki, məsələn, öz vicdanı ilə tapar. Allah ilə haqqı adamın öz batinində qoyub. Əgər bir insan haqq axtarışındadırsa və lazım olanı istəyirsə... Çox, siz Rum surəsinin 30-cu ayəsinə əslində elə işarə elədiniz ki, Allah Teala bu quruluşu, bu fitrət üzərində insanları yaradıb ki, onda bir dəyişiklik yoxdur. Ayədə vurğulanan növbəti məsələ budur ki, لَوَجَدُوا فِيهِ اِخْتِلَافًا كَثِيرًا Bu mənası bu deyil ki, bu Quran-ı Kərimdə ixtilaf azdır və yaxud siz tədəbbür eləsəz, ixtilafın az olduğunu görəsiz. Bu mənada deyil, ümumiyyətcə ixtilaf yoxdur. Əgər başqası tərəfindən olsaydı, çox olardı ixtilaf. Allah tərəfindən deyə heç bir ixtilaf yoxdur və bir məsələni də təfsir alimləri qeyd edir ki, ilk baxışdan nəzərə gələ bilər ixtilaf. Amma əsaslı ixtilaf yoxdur. Tədəbbür eləmək o ixtilafı aradan aparır. İxtilaf kimi nəzərə gələn məsələ. Bəs yenə də Quranda ixtilaf yoxdur. İxtilaf olabsın bizim fikrimizdədir, bizim düşüncəmizdə. Deməli, bu ayəyə əsasən Allah Teala hər bir insanı tədəbbürə dəvət edir. Başqa bir ayədə Sad surəsinin 29-cu ayəsində ona Kitabun ənzəlnahu iləykə mübarəkun liyyəddəbbəru əyətihi Biz bu Quranı mübarək və xeyir bərəkətlə dolu olan Quranı sənin üçün nazil etdik ki, onun ayələri barədə tədəbbür eləyələr və ağıl sahibləri ibrət götürsünlər. Bunu biz nazil elədik ayələri barədə birinci tədəbbür eləsinlər və ağıl sahibləri ibrət götürsünlər. Burada kitabdan məqsəd həmin Quran-ı Kərimdir. Gördüyünüz kimi bu, bayaq da mən qeyd eləmişdim, bu ayədə Allah Quranın nazil olma hədəfini ayələr barədə tədəbbür olmasını bəyan eləyir. Bu ayədə də yenə mütləq formada gəlibdir və bütün insanları tədəbbürə dəvət eləyir. Tədəbbür etmək ağıl sahiblərinin öğüt, nəsiyyət götürmələri üçün bir zəminə və müqəddimə olaraq bu ayədə tanıtdırılıb. Tədəbbür Quranın nazil olma hədəfidir ki, bəsirət yaradır və insanı bəsirətli eləyir və bəsirətli olandan sonra insan öz həyatında öğüt, nəsiyyət götürür. Başqa bir ayə Möminun surəsinin 68-ci ayəsində vurğulanıb. Bismillahirrahmanirrahim. Əfələm
yəddəbbərul qavlə əm cəəhum mə ləm yəti əbəəhumul əvvəlin. Belə isə bu kəlam ki, məqsəd Qurandır, bu Quran barəsində, yəni onun bir möcüzəvi kitab olmasında, onun Allah tərəfindən olmasında düşünüb fikirləşmədilər, tədəbbür eləmədilər. Yoxsa onlara keçmiş atalarına gəlməyən bir şey gəlib. Başqa bir sonuncu qeyd elədiyim ayə vaxta qənaət eləmək üçün mən bu ayələrdən tez keçirəm. Başqa bir məsələdə Muhammed surəsinin 24-cü ayəsində Əfələ yətədəbbərunəl Qur'anə əm alə qulubin əqfaluha. Belə isə məgər onlar bu Quran barəsində tədəbbür eləmirlərmi? Yoxsa ürəklərinə onun qıfılları vurulmuşdu. Yəni o qəlbin məlumdur bəzi qıfılları var, insanın dərkinə maniyə olur. Əgər bu maniyələr olmasa, insan rahat şəkildə tədəbbür eləyə bilər, Quran ayələri barədə düşünə bilər. Deməli, bu ayədən başa düşülən nöqtə bundan ibarətdir ki, bəzən insanın qəlbi möhürlənə bilər, qıfıl bağlana bilər insanın qəlbinə və o həqiqətləri dərk eləməkdən məhrum olar. Rəvayətlərdə də tədəbbürə çox təkid olunub. Bir hədisdə Peyğəmbər Əkrəmdən nəql olunur ki, belə buyurur: ey insanlar, Quran ayələri barədə tədəbbür eləyin və onu yaxşı dərk eləyin. Başqa bir hədisdə Əli əleyhissalam buyurur ki, əla la xeyrə fi qiraətin leysə fihə tədəbbür. Əli əleyhissalam həm ibadət barədə bunu buyurur, həm də ki, Quran, xüsusilə Quran barədə ki, agah olun. Tədəbbür olmayan Quran oxumaqda heç bir fayda yoxdur, heç bir xeyir yoxdur. Alimlərimiz düzdür, bəzən bu məsələni də qeyd edirlər ki, Quran başdan ayağa nurdur. Yəni belə başa düşülməsin ki, bəzən mən onu başa düşmürəmsə, onu oxumaqdan da əl çəkməliyəm. Oxumaq ilk mərhələdir. İnsan gərək bu nura yaxınlaşsın. Hətta ona baxmaq belə ibadət kimi vurğulanır. Quran-ı Kərimə baxmağın özü ibadətdir. Amma hədəfimiz yalnız bununla kifayətlənməməlidir. Yalnız oxumaqla məhdudlaşmamalıdır. Mən alimlərin birindən bu yaxında eşitdim. Deyirdi ki, bəzən faydası olmur, heç əks təsir verir. Təsəvvür edirsiniz, insan Quran oxuyur, ona əks təsir verir. Quran ki, insana hidayət eləməlidir, bu qədər faydası olmalıdır. O alim buyurur ki, bəzən Quran oxumaq və bu məsələlərə diqqət eləməmək, onu əməl etməmək hədəfi ilə, onu tədəbbür etməmək hədəfi ilə oxumaq bəzən insana əks təsir eləyir. Ona görə Əli əleyhissalam buyurur ki, agah olun, tədəbbür olmayan Quran oxumada bir xeyir yoxdur, heç bir xeyir yoxdur. Və İmam Sadiq əleyhissalamdan nəql olan bir duada o həzrət də buyurur ki, İlahi, mənim qiraətimi tədəbbür olmayan qiraət qərar vermə. Biz növbəti verilişlərdə qismət olsa, İmam Sadiq əleyhissalamın bu duasını geniş şəkildə oxuyub tərcümə eləyəcək ki, Quran oxumazdan qabaq müstəhəbdir ki, bu duanı oxuyasan, o həmin duanın bir hissəsidir. Mən sözümü, bu verilişi tədəbbürün mənası ilə yekunlaşdırmaq istəyirəm. Deməli, qeyd elədik ki, tədəbbür bir şeyin arxasınca getmə, bir şeyin aqibətini düşünmək mənasındadır. Tədəbbür bir işin nəticəsi, bir rəftarın nəticəsi, bunların o nəticəsi barədə fikirləşib, düşünüb, o həqiqətləri kəşf eləmək və bunun nəticəsində o həqiqəti tapmağa deyirlər tədəbbür. Tədəbbür başqa ibarə ilə desək, çox üzr istəyirəm, dərin düşünməyə deyirlər, ardıcıl düşünməyə deyirlər ki, bunun nəticəsində biz danışıqların, yazmaların, əməllərin o zahirindən, zahiri bizim üçün aydınlanır və onun həqiqi mənasını, batini mənasını başa düşürük.
Buyurun. Mən bir nöqtəyə vurğulamaq istəyirəm ki, bir neçə dəqiqə bundan qabaq işarə elədiniz ki, bəzilərinin qəlbləri möhürlənib. Ona görə tədəbbür eləyə bilmirlər. Mən bunu demək istəyirəm ki, bəzi tamaşaçıların zehnində bu yarana bilər ki, yəni bu Allah bunların qəlblərini möhürləyib, yoxsa bunlar özləri səbəbdirlər, bunların qəlbləri möhürlənsin ki, bunlar düşünməsinlər Quran haqqında. Yəni bu bir sual yarana bilər ki. Çox gözəl sualdır, təşəkkür edirəm. Baxın, hər bir bu məsələlər insanın öz əməllərinin nəticəsidir. Həqiqi təsir qoyan aləmdə Allah təbarək və Teala'dır. Hər bir işi yerinə yetirən Allahdır. Bu feiliyyətdə təvhidin mənası budur. Yəni işlərin həqiqi yerinə yetirəni və bu aləmdə həqiqi təsir qoyan Allahdır. Amma Allahın bu işləri hesab kitabsız deyil. Yəni belə deyil ki, Allah elə necə gəldi, nəuzubillah, kim istəyir qəlbini möhürləyir, kim istəyir hidayət edir, belə deyil. İnsanların öz əməlləri insanların hidayətinə və yaxud zəlalətinə səbəb olur. O səbəb-nəticə qanunu əsasında Allah bu aləmi idarə eləyir. Bu da həmin o qanundan kənar deyil. Amma qaydaq mövzumuza tədəbbür, Quran ayələri barədə tədəbbür həm dedik, Quran buna çox sifariş verib, həm məsumlar buna çox sifariş eləyiblər. Bir də ustad üzr istəyirəm, 2 dəqiqə bizim vaxtımız qalıb. Başlaydım, mən elə bu bir müəyyən həddə bunu çatdırım, sözümü yekunlaşdırıram. Buradan məqsəd budur ki, ayələrin mənaları barədə insan təfəkkür eləsin, tədəbbür eləsin və ondan sonra bu ayələrin bir-birinlə bağlılığını kəşf eləsin və daha üstün bir həqiqətə çatsın. Tədəbbür barədə bir neçə önəmli məsələ var ki, mən bu hissədə vaxtımız yekunlaşdığı üçün çata bilmədim, amma mütləq növbəti verilişdə bu verilişin izləyicilərindən də elə xahişim budur ki, kimə maraqlı olsa bu tədəbbürün yaxşı anlamaq üçün bizim növbəti verilişimizə də baxsınlar ki, bu sözün mənasının haqqını əda eləyə bilək. Təşəkkür edirəm ustad. Həqiqətən də gözəl vurğuladınız və bu tədəbbür haqqında. Həqiqətən də bəzən insanlar deyir ki, elə Quranı üzünə baxmaq ibadətdir, Quranı üzündən oxumaq ibadətdir. Yəni savabı var. Savabı olmağında heç kimin şəkki yoxdur. Və məsumlardan da bizə gələn hədislərə əsasən bunlar ibadətdir və savabdırlar. Həqiqətən də bu tədəbbürə çox adam riayət eləmir. Bəzən hətta biz özümüzdə də görürük. Bəzən elə oxuyub üzündən keçirik. Bəzi ayələrdə adam tədəbbür eləyir, bəzilərində düşünmür, bəzən yaddan çıxır, bəzən qəflətə düşürük. Həqiqətən də təşəkkür edirəm ki, bu nöqtələri vurğuladınız və bizləri də yerdə... Mən sizdən təşəkkür edirəm. Bunların hamısı özümüz üçün təzəkkürdür ki, biz bunlara əməl eləyək və tamaşaçılar da dinləyir və hər kim eşidər, buna əməl eləyər, xoşhalınam. Yəni demək istədiyim bu məsələdir ki, bunların hamısı bizim özümüz üçün təzəkkürdür. Allah sizdən razı olsun. Yenə də təşəkkür edirəm, dəvətimizi qəbul elədiniz və bu səmərəli vaxtınızı bizlərə ayırdınız. Çox sağ olun, var olasınız. Təşəkkür ederim. Bəli, əziz izləyicilər, bizə ayrılan vaxt burada sona çatdı. Bir daha xatırladım ki, verilişimizin bugünkü qonağı Hüccətül İslam və Müslimin Ustad Musa Hüseynli idi. Sizlərdən də mənim ricam budur ki, istəyim budur ki, bizlər də dua edin. Allah sizdən də razı olsun. İbadət və itaətlərinizi ali dərəcədə qəbul eləsin. Sağ olun, var olun, gələn görüşlərdək. نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمتني